10 may 2025-ci il tarixində Qusar rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Əvvəlcə rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, millət vəkili, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri və kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanının mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşturmuş qüdrətli şəxsiyyətdir. Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbrahim Xəlilov, Milli Məclisin deputatı Azər Badamov və rayonun ziyalıları Ulu Öndərin həyat və fəaliyyətindən söz açaraq xalq və rəhbər arasındakı birlik və həmrəylikdən danışıblar. Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Bu vəsiqəylə sıralarımıza gəlişinlə uğurlar gəlir. Firuz Qayıtmazov, F Production, Qusar. Partiyamızda da bu siyasi mübarizədə özünüzü göstərəcəksiniz.